Buna baxın, baldız gəlinlər nişanda gətirir icadiyə. Baxın, tilsimə bax. Bax, görsən ayrı. Görsən, sənin ailən buna səbəb dağılır da. Buna baxın, görsən. Baldız da gəlinlər düşman çıxır. Buna baxın, gətirib. Nişan boxçasının içərisində cadı gətirib, tilsim gətirib ki, nədir? Bu qız bədbəxt olsun, qardaşın ailə həyatı dağılsın deyə olunmuş bir cadı tilsimdir ki, bu insanlar bir-birlərini görəndə ancaq düşman görsünlər. Bismillahirrahmanirrahim. Görsən, ay qız. Görsən, buna baxın, baldızlar var. Evlər yıxır. Nədir, göz götürmür. Xainçılıqdan öz qardaşının ailəsini dağıdır. Buna bax. Bax, görsən ay qız. Bax, sən nişanlının, yoldaşının səndən olan söz söhbətinin səbəbi budur. Bax, kıfıl üzərinə olunmuş cadı tilsimdir ki, nədir, siz bir-birinizdən xoşbəxt olmayasınız deyə olunmuş cadı tilsimdir. Kıfılı görsən, ay qız. Görsən, bu kıfılın üzərinə sizin xoşbəxtçiliyiniz mi olar? Bu düyünlərin, bu cadıların üzərinə sənin ailən mi olar? Evin eşiğin olmasın deyə olunmuş cadı tilsimdir. Ay qız, bax, görsən, bunlara səbəb deyil, sənin ailənin dağılmağı. Buna baxın, ay Allah. Buna baxın. Görün. Baldız da gəlinə düşman çıxır. Öz qardaşına düşman çıxır. Qardaşının ailəsini yıxmaq üçün olunmuş cadı tilsimdir. Buna bax. Bunu heç cür xoş niyyətlə gətirmir, ha. Sənin evini, eşiyini dağıtmaqdan ötürü olunmuş cadı tilsimdir. Görsən, ay qız şəklini. Görsən, buna bax. Və buna səbəb sizin eviniz, eşiyiniz dağılır da. Ancaq söhbət olsun deyə olunmuş cadı tilsimdir. Buna bax, yoldaşınla özünün şəklinin üzərinə olunubdur ki, siz bədbəxt olasınız. Ailə həyatınız dağılsın deyə olunmuş cadı tilsimdir. Gətirib xeyir işinin